Salam. Salam. Asiya sənsən? Hə, mənəm. Necəsən? Sən necəsən? Yaxşısan? Yaxşıyam. Sən də yaxşısan. Mən də Yaxşı yaxşıyam. görünürsən. Çox sağ ol. Nə haralardasan? Nə edirsən? Çoxdan da İşləyirəm görmürəm üçün. səni. İşləyirəm, işə gedirəm. İndi evə gedirəm. Hə, oradan keçirəm. Buralarda yaşayırsan? Biraz o tərəfdə. Hə. Yaxın deyil bura. Lap yaxşı, Sən nə lap edirsən? yaxşı. Mən də yaxşıyam, işlərimi görürəm. Heç Yaxşı nə görürsən gedirəm, sən, görüşək. sən Çox sağ ol. Çox sağ ol. Gördüm lap əvvəlki günlərimiz yadınıza düşdü. Hə. Mənim yadımdadır sən belə baxımsız falan, Hə. baş aşağı. Hə. Plus da sən oxumurdun axı. Müəllimlə ən çox danlaq yeyənlərdən biri də deyəsən sən. Hə, mən idim. Amma sən yaxşı oxuyurdun. Həmişə belə sənə baxırdım ki, mən də istəyirəm belə olmaq. Həsəd aparırdın görsən. Amma ehtiyac yoxdur məncə həsəd aparmağa. Hə. Amma Çox istəyirdim. baxıram ki, yəni oxumuya, yəni yaxşı yerlərdəsən ha. Hə. Amma bu sağlığına. oxumaqdansı bir şey deyil. Çox sağ ol, çox sağ ol. Yəni əziyyət də vardı ortada. Mən orada o cür tər tökdüm. O iynə öyrənci deyirlər, ondan olmuşdu. Ola bilər. Bəlkə sənə elə gəlir ki, sırf oxumaqla irəli getmək lazımdır. Ancaq oxumaqla alınır hər şey. Çox oxumaqla alınır, düzdür. Başa düşürəm səni, amma çox vaxt oxumaq əsas deyil. Mən özümə icazə verməyə başladım əslində. Səhifə açmaqdan, işimi qurmaqdan utanmadım. Yəni çəkinmədim insanların bəzən nifrətini qazanmaqdan. Bilmirəm məni Instagramda izləyirsən yoxsa yox. Qabağıma çıxmısan bir-iki dəfə çıxıb izləmirəm onu belə. Yəni ehtiyac yoxdur məncə. Baxın, bayaqki söhbət kimi hadisələrin olmaması üçün özünüzə güvənin. Potensialınızı açın. Mən zamanında özümə icazə verdim. Səhifəmi açmağa, insanlar məni görsün, işimi qurmağa, həyatımı istədiyim kimi yaşamağa. Düşünməyin ki, siz ən yaxşı olsanız, yaxşı qız, yaxşı oğlan olsanız, yaxşı oxusanız, həyatınızı qura biləcəksiniz. Özünüzə daxildən icazə verin və mənə onlar deyin. Çünki siz buna layiqsiniz.